Bəxtiyar Vahabzadənin Şirəli adlı böyük qardaşının nəvəsi Şirəli Aydınoğlu Vahabzadə yazır. Kollektivləşdirilməyə qarşı olan 1930-cu il Şəki üsyanı, əslində Göynük üsyanı, Rus, erməni və içimizdən olan bəzi satqınlardan təşkil olunmuş ordunun əli ilə qanlı şəkildə yatırıldıqdan sonra üsyançılar dağlara çəkilərək mübarizələrinə davam etmişdilər. Babamın atası Zəkəriyə kişinin evi hazırki Bəxtiyar Vahabzadənin ev muzeyi Şəkinin yuxarı baş məhəlləsində dağa çox yaxın yerləşirdi. Gündüz vaxtı dağlarda, mağaralarda gizlənən qaçaqlar hava qaralan kimi ərzaq tədarük etmək üçün şəhərin yuxarı baş məhəlləsinə inərdilər. Qaçaqlara yardım etdiyinə görə bir çoxları NKVD-nin Troyka üzvlərinin qərarı ilə ailə uşaqlarının gözləri önündə yerindəcə güllələnərdi. Ancaq bunlara baxmayaraq, üsyançılara 10 il ərzində ərzaq yardımı edən babam, Şirəli Zəkəriyə oğlu Vahabov, məxfiliyini qoruyub saxlaya bilmişdi. Uzun zaman NKVD-yə üsyançılara ərzaq tədarükü edən imkanlı şəxsin kimliyi müəmma olaraq qalırdı. Nəhayət, 1940-cı ildə babamın səxavət və ürəyi yumşaqlığı onu ələ verdi. Babam mollaxana təhsil almış, ticarətlə məşğul olan, o dövr üçün orta maddi imkana malik bir şəxs idi. Dükanı, çayxanası vardı. Bir gün bazarda kasıb, ərsiz, külfəti çox və çarəsiz kimi özünü təqdim edən bir qadın babama yaxınlaşaraq ehtiyat içində olduğunu söylədi. Babam onu evinə apararaq zirzəmidən çıxartdığı un, şəkər, çay və sairə kimi ərzaqları öz at arabasına yükləyərək evinə qədər yola salmışdı. Həmin qadının NKVD agenti olduğunu səhərsi gün onun evində axtarış etməyə gələn milis işçilərini görəndə anlamışdı. Artıq gec idi. O dövrdə Sovet hakimiyyətindən gizlənilən külli miqdarda ərzaq cinayət hesab olunurdu. Həmçinin də 10 il ərzində qaçaqlara ərzaq yardımı edənin kimliyi Şura hökumətinə bəlli olmuşdu. Himayəsində 8 övladının olmasına baxmayaraq, güzəştə getmədilər. 41 yaşında həbs edildi. Nənəm xatirələrində deyirdi ki, qaçaqlar gecələr babanın dükanına məxfi məktublar ataraq, ərzağı hansı vədə götürəcəklərini bildirərlərmiş. Qaçaqların taliyi Troyka üzvlərinin tərəfindən adətən yerindəcə güllələnməklə həll olduğu halda, babamı bir ay Şəki qalasında həbs edərək işgəncələr vermişdilər. Daha sonra isə onu Orta Asiyaya sürgünə göndərmişdilər. Sürgündə neçə il yaşayıb yaşamadığı, qəbri belə məlum deyil. Ondan mənə xatirə qalan Qurani Kərim, bir də 1927-1938-ci illərə aid təqvim vərəqləridir.